imamları aldatmaq olar ya yox. Əli əleyhissalamın bir sözü var, buyurur. Deyirlər ki, Əbu Süfyanın oğlu Əbu Talibin oğlundan daha yaxşı siyasətçidir. And içir, buyurur, əgər Allahın halal haramı olmasaydı, bilərdiniz ki, Əbu Talibin oğlundan səyyas yoxdur, daha çox siyasətçi yoxdur. Allahın halal haramı mənim qarşımı kəsir. Mən Əmrası öldürə bilərəm. Amma Allah buyurub, övrətə baxma, Əmras da soyunur döyüş meydanında ki, mən onu öldürməyim. Mən aldanmıram ki, mən Allahın əmrini yerinə yetirirəm. Mən həkəmiyyət barəsində qalib gələ bilərəm. Amma cəmaatın rəyi mənim üçün çox mühüm olduğu üçün cəmaatdir. Əbu Musa Əşəri olsun, mən susuram, gedir, Əmras onu aldadır. Bu aldanmaq deyil. Bu, İslami, mənəvi dəyərləri maddi mənfəətdən üstün tutmaqdır. Hətta zahirən mənəvi görünən mənfəətdən üstün tutmaqdır. Fərz edin ki, bir körpə uşağı öldürmək istəyirlər, sizi dəvət edirlər ora, gəlməsən bu körpəni öldürəcək. Görürsünüz ki, video atıblar, öldürəcəklər. Siz gedirsiniz ora, sizi tuturlar orada. Bu aldanmaq deyil. Bu bir körpəni xilas eləmək üçün fədakarlıqdır. İmam Hüseyin əleyhissalam Abdullah ibn Abbas ilə yaşıdı idi. Abdullah ibn Abbas ona deyir ki, Küfəllər vəfasızdılar. Abdullah ibn Abbasın yaşı İmam Hüseyin ağanın yaşı qədər idi. O nə görmüşdüsə, İmam onu da görmüşdü. Əli əleyhissalama vəfasızlıq eləyən Küfəllər Həzrəti terror eləyəndə, şəhid eləyəndə İmam Hüseyin salam dair 30-dan çox yaşı var idi. Məsələn, 30 yaşı var idi, 20 neçə yaşı var idi. Siffin görmüşdü, Nəhravan görmüşdü, Cəməl görmüşdü. Yəni, bunlar döyüşüb qayıtmırdılar ki, bunlar ən dahi, zəkalı insanlar idilər. Bunlar hilələri görürdülər, kələkləri görürdülər. Üstəlik, İmam Həsən əleyhissalamın zəhərlənməyini, Küfəllərin hərəkətlərini görmüşdü. Öz əmsi oğlunun xəyanətini görmüşdü. Küfəlləri İmam Hüseynin ailəsindən yaş tanıyan yox idi ki. Və ağlı da, əlhamdülillah, o səviyyədə idi ki, şəhadəti elə göz qabağında idi. Abdullah ibn Abbas qədər başa düşməyi heç olmasa qəbul eləyəydi İmam Hüseyin üçün. Heç olmasa İbn Abbas qədər başa düşür deyə yox, əstəğfurullah, yəni imamından üzr istəyir.